Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Ve ma edrake ma leyletul qadr. Leyletul qadr hayrun min elfi şehr. Allah Tebarek ve Teala Kur'an-ı Kerim'de buyurur, biz Kur'an'ı nazil ettik Qədir gecəsində və bu Qədir gecəsinin də savabı, yəni Qədir gecəsində ibadətlərin savabı 1000 ayın ibadətinə bərabərdir. Ona görə də hələ Peyğəmbərin vaxtından Peyğəmbər salavatullah, xüsusən öz əhl-i beytin və sahabələri həmişə mübarək Ramazan ayının axırıncı 10 günlüyündə təşviq eləyib öz sahabələrini ki, Ramazan ayının axırıncı 10 günlüyünü oyaq qalsınlar, yatmasınlar, ibadət eləsinlər. Ona görə bu xalq arasında bizim bugünkü belə istilahı mənada deyəndə bu əhya gecələri ilə daha çox şöhrətlənib. Əhya gecəsi elə özü Qədir gecəsi deməkdir. Cəfəri məzhəbində bu əhya gecələri, yəni Qədir gecələri 3 gün nəzərdə tutulur. 3 gün keçirilir. Yəni bu təsadüf eləyir Ramazan ayının 18-dən 19-una keçən gecə, 20-sindən 21-nə və 22-sindən 23-cü gecəsinə ki, bu ilki təqvimə müvafiq olaraq 5-dən 6-sına, 7-sindən 8-nə və 9-dan 10-cu günlərə təsadüf eləyir. Hənəfi və digər məzhəblərə müvafiq olaraq isə Qədir gecəsi Ramazan ayının 26-sına 27-ci gecəsinə keçən gündə keçirilir və Peyğəmbər sallallahu buyurub ki, Qədir gecəsini Ramazan ayının axırıncı 10 günlüyündə axtarın. Yəni əhya sözünün mənası özü oyaq qalmaqdır, diri qalmaqdır. Bir dedik ki, o savaba nail olmaqdan ötürü ki, həmin gecədə, yəni Qədir gecəsində Quran nazil olub, bu 3 gecənin birində və yaxud 3 gecənin hər üçündə Cəfəri məzhəbinə görə oyaq qalır cəmaət, əhya saxlayırlar. Əhya gecəsi dediyimiz kimi əhya sözünün mənası oyaq qalmaqdır, diri qalmaqdır. Yəni Qədir gecəsində ona görə oyaq qalırıq ki, həmin gecənin o ibadətinə, yəni biz nail ola bilək ki, o Qurandakı Allah Taala buyurur ki, o gecə ki, Quran ki nazil olub Qədir gecəsində, həmin Qədir gecəsinin savabı, o gecədə olunan ibadətlərin savabı 1000 ayın ibadətinə bərabərdir. Yəni burada ibadət deyən təkcə namazdan söhbət getmir. Bütün o gecədə səhərə qədər, yəni sübh namazına qədər bütün ibadətləri ehtiva eləyir. Yəni bu tutmuş namazdan sonra cəmi nə ki ehsanat var, yaxşı işlər varsa insan o gündə, yəni səhərə qədər onları əncam verə bilər. Sədəqə versin birinə, dua eləsin, namaz qılsın, Quran oxusun. Çünki ən çox Quran barəsində hədislər var ki, həm bu Quran nazil olunan aydır, həm də Peyğəmbər sallallahu buyurur ki, kim bu ayda bir ayə əgər oxusa, sanki başqa bir aylarda bir xətm Quran ilə, bütöv bir Quran oxunmuş kimidir. Ola bilər bəziləri Quran oxuya bilməyən qardaşlar, bacılar olur, sual edə bilər ki, ya biz bir Quran oxuya bilmir, neyniyək? Amma onu bilsinlər ki, onlar əslində Quran oxuya bilirlər. Yəni adicə bir Bismillahirrahmanirrahim deyə bilirsə bir adam və yaxud Qul huvallahu əhəd deyə bilirsə, Elhamdülillahi Rabbil alim deyə bilirsə, çünki namaz qılan bunlar adətən bilirlər, hamısı əzbər bilirlər. Elə bunları təkrar eləsə, o elə həmin o Peyğəmbər sallallahu buyurduğu savaba nail ola bilər, onu əldə eləyə bilər. Eyni zamanda bu Qədir gecəsində bir məlum bir hadisə də baş verib də, o da ki, ondan ibarətdir ki, Peyğəmbər vaxtı ilə Ramazan ayının ibadətlərini danışarkən Həzrəti Əli əleyhissalam orada sual verir ki, ya Rasulullah, bu ki, əfzəli aydır bu, bütün ayların sultanı deyirik buna biz, fəzilətlidir. Bu ayda insan daha hansı yaxşı əməl eləsə, ən yaxşı əməl hansıdır belə bir sual verəndə, Peyğəmbər sallallahu buyurur ki, ən yaxşı əməl burada, yəni Ramazan ayı nəzərdə tutulur. Əl-vara ən məharimillah. İnsan özünü günahlardan daha çox saxlaya. Yəni uzaq ola günahlardan. Bu əməllərin bu ayda, yəni fəzilətli ayda əməllərin ən yaxşısıdır. Əlbəttə bu ay həm də Peyğəmbər sallallahu buyurur, bu ay dua ayıdır. Çox dua eləyin, əl qaldırın Allah dərgahına. Çünki Allahın rəhmət qapıları bu ayda açıq olur. İnsan hər hansı bir duanı eləsə, xüsusən də namazdan sonra, iftar zamanı Allah Taala onların, yəni insanların, bəndələrin dualarını qəbul eləyər. Biz də dua eləyək. Birinci növbədə
xalqımızı dua eləyək, bütün müsəlmanlarımızı, bizim də müşkül məsələlərimiz, xalqımızın da bizim yaralı olan yerimiz Qarabağ torpaqlarımızın azad olmağını yaddan çıxartmayaq ki, bu vaxt dua eləyək və ondan başqa da hər bir kəs, yəni istədiyi bir duanı eləyə bilər ki, Allah Taala inşallah dualarımızı qəbul eləyər. Allah Taala bütün müsəlmanlarımızın, bacı qardaşlarımızın oruc namazını qəbul etsin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.